ondan ibarətdir ki, bilirsiniz ki, Azərbaycan nəşriyyatı Hoş gördük değerli izleyiciler. Hal-hazırda Azərbaycan nəşriyyatının qarşısındayıq. Jurnalistləri otaqlarından çıxartdıqları üçün, təmin etdikləri üçün nəşriyyatı, Azərbaycan nəşriyyatı gözümüz əvvəllər buranın etiraz edirlər bəzi jurnalistlər. yapı olduğunu görürük, yeririk, bura gələn, gedən, yəni bunu yaxşı hal deyil, bunu gördüyümüzdən təmirin tərəfdarıyıq. Amma biz də illərdir jurnalistlərlə məşğuluq və bu binada oturmuşuq. Bilirsiniz ki, bu binanın təməli Sovet hökumətinin vaxtında qoyulubdur və sırf jurnalistlər üçün bu bina tikilibdir. Və bu binadan da bizim çıxarılmağımız, biz suallar edirik, bizim əməkdaşlarımız da sual edir ki, bizim bura qayıtma ehtimalımız, qayıtma məsələmiz necə olacaq bildirirlər ki, bilmirik. Bizim də buradan harasa köçmək, müvəqqəti yerləşmək məsələsi çox çətin məsələdir. Bilirsiniz ki, büyük şəhərdə yerlər bahadır. Bura jurnalistlər evi olduğuna görə burada kommunal təşkilatlar müəyyən qədər büdcəmizə uyğun olurdu və burada otura bilirdik. Belə deyək də, qiyməti bir kvadratının qiyməti 5 manat 20 qəpikdən otururdu və bir təhri ödəmək imkanımız var idi. Amma bizim kənarda gedib yer tutmamız buranın ödənişindən 3 qatını tələb edirlər və biz o pulu ödəmək imkanında deyil. Biz indi buraya yığışmaqdan məqsədimiz ondan ibarətdir ki, biz dövlətimizdən kömək istəyirik. Dövlətimiz bizə yardım eləsin ki, bizə alternativ yer versin ki, biz gedək orada müvəqqəti oturub işimizi davam etdirək. Biz bu ölkənin jurnalistləriyik, biz bu ölkənin vətəndaşlarıyıq, bu ölkənin dövlət quruculuğunda biz gənc yaşlarımızda iştirak eləmişik, küçələrdə yatmışıq, Rusların tanklarının qarşısına çıxmışıq və ölümlə üzbəüz olmuşuq, müstəqilliyimizi əldə eləmişik, dövlətimizi qurmuşuq. Biz də bu dövlətin, yəni bizim də bir payımız var. Ona görə də biz Erkiyana dövlətimizdən xahiş edirik və həm də tələb edirik ki, bizə alternativ yer təqdim eləsinlər. Biz gedək orada oturaq, işimizi davam etdirək. Biz həmişə müstəqil media olmuşuq, müstəqil fəaliyyət göstərmişik. Biz nə Avropanın, nə Amerikanın, nə digər müxalifətin və yaxud da ki, iktidarın tərəfkeşləri olmamışıq. Biz sırf müstəqil, sırf dövlətə xidmət edən mətbuatıq biz və bu belə də davam edəcəkdir. Kimlər bizə nə pislik eləmək istəyirsə, o pislikləri özlərinə qalacaqdır. Bu günlərin bəzi məmurlar var ki, onlar istəyirlər ki, nəsə bir çaxlaşma düşsün, amma biz buna da yol verməyəcəyik. Bilirik ki, Azərbaycanın hüquqlarından kənarda vəziyyət dəqiqə, xarici siyasətdə vəziyyət dəqiqə çox kritikdir. Bu günlərin ölkə başçısı cənab prezident İlham Əliyev ölkə xaricində, xarici siyasətlə məşğuldur. Bunların tənzimləməklə məşğuldur. Amma təəssüflər olsun ki, daxili siyasət bərbaddır. Daxili siyasətdə vəziyyəti qarışdırırlar. Bax, elə bu günlərin biz jurnalistləri bu vəziyyətə salırlarsa, deməli bizim etirazımızdan səbəb olur. Niyə görə biz etiraz etməliyik? Niyə görə biz sakit başımızı sallayıb işləməli deyilik? Niyə görə biz öz işimizlə məşğul olmalı deyilik? Bizə nə güc düşür ki, biz gəlib küçələrdə belə bir etiraz edirik. Ona görə biz dövlət babamızdan, dövlətimizdən xahiş edirik ki, bizə alternativ yer versinlər. Biz gedək orada oturaq, büdcəmizə uyğun yer versinlər ki, biz orada oturaq, işimizlə məşğul olaq. Və xahiş edirik ki, bizim bura qayıtmağımıza zəmanət versinlər. Sabah biz bura necə gələcəyik? Biz bura mətbuat evi kimi müraciət edəcəyik, yoxsa otel kimi müraciət edəcəyik. Bax, biz bunu bilməli, yəni bilmirik. Bizə doğru düzgün məlumat verən yoxdur. Və bir də 15 gün vaxt qoydular. 15 gündə bizim üçün çox azdır. Nə yer tapa bilməmişik, nə yerlə təmin ola bilməmişik. Biz istəyirik ki, bizim vaxtımız uzadılsın və bizə də alternativ yer verilsin ki, biz gedək rahat işimizlə məşğul olaq. Onsuz da köçürülmə prosesi ağırdır, çətindir. Biz illərlə oturaq jurnalistləri, biz redaksiya jurnalistləri, biz bu işdən məşğuluq. Və bizim orada avadanlıqlarımız var, invertarlarımız var. Bunların daşınmaq üçün müəyyən vaxtlar lazımdır, yerin oturuşmaq üçün müəyyən vaxtlar lazımdır. Bizə bu vaxt çox azlıq edir və xahiş edir, son tarix vaxtı uzadılsın və bizə alternativ yer verilsin. Biz bunu dövlətimizdən, dövlət başçısından xahiş edirik ki, daxili siyasətlə məşğul olan, daxili məmurlara üstü tapşırıq versin ki, bizi vaxt tarif bizim işimizdən məşğul olsunlar. Biz də istəyirik ki, bu dövlətin müdafiəsində bir öndə olaq, bir rolumuz olsun. Çünki biz dövlətin
suyunu itirir, çörəyini yiyirik. Bu dövlətin torpağını basırıq. Bu dövlətin vətəndaşları və bu dövlətin aynasıyıq, mətbuatıyıq. Biz yaşamaq istəyirik. Bizi küçələrə dönmüyor. Məcbur etməyin ki, küçələrdə biz gedək politika quraq, iş görək. Bax, Kimlər məsul edir? bax belə ümumi, heç bilmir ya orada, ümumi birlikçi təzyiqlər var. Məsələn, o vaxtı bu işlərlə məşğul olan, mətbuata təzyiq edən Əli Həsənov idi, mətbuat dağıtmaqla məşğul idi. Əli Həsənov hətta bizi buradan bir vaxtlar çıxartmışdı, bizi çayxanada oturub qəziyyət çıxardırdıq. Çayxanada biz qəziyyət çıxardırdıq, axırın məhbələrə tapşırdılar ki, bulanı hardan vursan oradan çıxırlar məhbələri tapşırırlar ki, o qəziyyət çap eləməyin. Əgər o qəziyyət çap eləsəniz, sizin mətbəniz bağlanacaq. Dövlətin gücündən istifadə edib, hədə qorxu gəlirlər. Dövlətin gücündən istifadə edib bizi əzirlər. Buna imkan verməyin. Dünən Əli Həsənov idi, bugün Məmməd Həsənovdur. Nə fərqi var? Keçəl Həsən, Həsən keçəl. Bizim işimiz düzəlmir. Xahiş edirəm bizə kömək olsun və dövlət başçısına buradan səslənirəm, dövlət başçısı İlham Əliyevə səslənirəm ki, bizə öz köməyini əsirgəmə, bizə kömək elə. Bizi qoyma çöllərdə qalaq. Bizi imkan vermə işsiz qalaq. Onsuz da işsizliyin sayını artırırlar. Diqqət edin, bax, süt tapşırıqla verin məmurlarınıza, bizə kömək əllərini uzatsınlar. Bu qədər, buyurun. Əlavə sözü olan basın. Burada məsələ Xahiş edirəm, özünüzü təqdim edin danışarlar. mən Akif Mərdinin Təzahür Qəzetinin başıcısı. Bizim qəzet, bizim qəzet, mən əvvəl işlədiyim qəzetləri də saysam, 40 ilə yaxındır ki, mən bu nəşriyyata gəlib gedirəm. Təzahür Qəzeti 92-ci ildə bu nəşriyyatda yerləşir və indiyə qədər hesablamışıq mühasibatlıqdan 180 min manat icarə haqqı ödəmişik. Yəni bu qədər icarə haqqı ödəmiş bir qəzet bugün hardasa yer tapa bilmir. Fəaliyyət göstərməyinə çox ciddi bir çətinlik yaranır. Biz Azərbaycan nəşriyyatı rəhbərliyindən narazılığımız yoxdur. Həqiqətən mən də görüşdüm və köçürmək üçün vaxt verirlər. Amma hara köçək? Bunun aidiyyətli dövlət qurumları bunu həll edəməlidir. Yəni bu burada toplantının da məqsədi bu etiraz deyil. Ola bilər kimsə bunu etiraz üçün qəbul edəməz. Bizim burada xahişimiz var ki, redaksiyalar, uzun illər burada fəaliyyət göstərmiş redaksiyalar birdən-birə kölə atılmaz. Bunlara alternativ yerlər verir. O qədər boş yerlər var. Məsələn, Aslan Traktın yeri var. 2-3 partiya edib yerləşirlər. Orada boş yerlər var. Orada yerləşdirmək olar. Digər boş ərazilər, sahələr var. Ölkə prezidenti, cənab prezident mətbuata bilirsiniz ki, nə qədər dövlət fəaliyyəti göstərilir, saytlara, media orqanlarına yardım verirlər. Bu tərəfdən isə belə bir münasibətlə biz gərək qarşılaşmıyor. Ona görə bizim də istəyimiz, arzumuz ondan ibarət ki, alternativ yer təklif olunsun. Ya belə münasibəti görəndə belə çıxır ki, qəzetli mətbuatı, yəni saytları bağlamaq lazımdır. Gedin ne listə edilir. Yəni belə rəftarı gözləmirik, arzulamırıq və gözləmirik. Amma inanırıq ki, ölkə rəhbərliyinə bu məsələ çatdırılacaq. Şirin bəy düzgün verir. Ölkə rəhbəri xarici siyasətlə yaşayır. Baxın, daxildə bu nədir ki, ölkə prezidenti nəşriyyatda olan redaksiyaların sonradan hara köçürülməyi üçün belə deyək, göstəriş verir. Niyə göstəriş verirlər ölkə prezidenti? Bu məmurların işi. Məmurlar onu yeməlidir. Mən ilk bu məsələ çıxanda Mətbuat Şurasının sədri, hörmətli Rəşad müəllimə zəng etdim. Dedim də dedim ki, rəsmən Mətbuat Şurası bir şey olanda bir yazı məsələ ki, səhv verir. Dərhal məsləhət görülür ki, bu yazı belə yox, belə yazılır. Yəni bunu bizdən olmurlar. Amma bizim də olacağımız var ki, belə vəziyyətdə bizə dayan olur, dəstək olur. Yəni bizim istəyimiz arzumuz bundan ibarət. Son olaraq bir şey deyil. Yəni mən inanıram ki, Azərbaycan nəşriyyatı tezliklə təmir olunacaq, bura mətbuat prospekti gedir. Bu adı ona görə verirlər. Burada Azərbaycan nəşriyyatında yerləşən redaksiyalar var. Bu ada görədir. Azərbaycan nəşriyyatı. Və bura Azərbaycan bütün ölkəmizdə, xarici ölkələrdə, Google axtarış sistemində yazın Azərbaycan nəşriyyatı. Bura dərhal xəritə buranı göstərir. Ona görə ki, bura tarixən Azərbaycan mətbuatının mərkəzi olub, evi olub. Məcburi köçkünlərimiz 30 il arzuladılar, görürsünüz o arzuya uyğun olaraq öz torpaqlarına, yurtlarına qayıtdılar. Gəlin biz jurnalistlərdə arz eləyək ki, bir ildən, il yarım, 2 ildən sonra ölkə rəhbərliyinin dəstəyi ilə, köməyi ilə öz yurdumuza qayıdacaq. Bunu arzulayaq və bu gündən də başlayırıq arzulamağa. İnanıram ki, bu arzumuz yerinə yetirilir.
Rövşən Qasımov Milli TV-nin Media Məlumat Mərkəzinin rəhbəriyəm. Deməli, mən də həqiqətən də nəşriyyatın bu günləri başlayıb təmir olunmasından razıyım. Çünki həqiqətən də nəşriyyat çox pis vəziyyətdeydi. Amma bununla yanaşı biz nəşriyyatda çox aşağıda, yəni dövlət nəşriyyatı saxlayırdı dotasiya ilə. Yəni çox aşağı qiymətlə nəşriyyatda biz yer kirayə eləmişdik və kirayə elədiyimiz yerlərdə özümüz təmir edib oturmuşduq və fəaliyyət göstərirdik. Hər zaman da dövlətimizə, dövlətçiliyimizə xidmət edən insanlar olmuşuq. Yəni bu zaman ərzində. Mən də buradan cənab prezidentə Mehriban xanım Əliyevaya tutaraq bildirmək istəyirəm ki, yəni media həmişə dotasiya ilə işləyən bir qurum olur. Bizim hal-hazırda nəşriyyatdan çıxıb gedib kənar yerlərdə baha qiymətə hansısa bir ofisi kirayə eləmək imkanımız yoxdur. Bizə kömək eləsinlər ki, nəşriyyat təmir olunana qədər bizə bir yer müəyyənləşdirsinlər. Biz də gedək həmin o yerdə oturaq fəaliyyətimizi. Ola bilər burada bizim 50 kvadratımız olub, orada biraz balaca yer təyin eləsələr, biz onu ilə də razıyıq. Yəni nəşriyyat təmir olunana qədər. Amma bu yoxdur. Çünki bizə deyirlər ki, çıxın gedin, harada ofis kirayə edirsiniz. Nəşriyyatda məsəl üçün biz internet televiziyası fəaliyyəti göstəririk. Nəşriyyatdan hal-hazırda bizə bir yer göstərirlər. Burada yaxınlıqdakı nəşriyyatın təmir olunmuş BM deyilən yer var. Orada yer təklif edirlər. Həmin yerdə arası şüşələrlə bölünmüş, üstü açıq bir yerdir. Həmin yerdə yəni televiziya, internet televiziyasının fəaliyyətini qurmaq qeyri-qənaət bəxşdir. Yəni mümkün deyil. Amma bizə o yeri təklif edədilər. Yəni indi qiyməti də indi pis, yaxşı bir qiymət təklif edədilər. Amma o yer bizə şəxsən Milli internet televiziyasına uyğun olmayan bir yerdir. Amma dövlətimizin, ölkəmizin bugün o qədər boş yerləri var ki, Bakı şəhərində dövlətə aid olan binalar var ki, biz cənab prezidentdən, Mehriban xanımdan xahiş edirik ki, bu məsələni aidiyyatı qurumlara tapşırsın və aidiyyatı qurumlar bu məsələ üzərində işləyib bizi yerlə təmin eləmək üçün ilk növbədə bizi münasib fəaliyyət göstərə biləcəyimiz yerlə təmin olunması üçün köməklik göstərsinlər. Biz burada həqiqətən də bunu etiraz yox, biz bunu xahiş istəyirik. Xahiş olaraq müraciət edirik. Burada yığılan media nümayəndələri, şəxsən mən öz adımdan deyirəm. Amma istəyərdik ki, bu məsələ tez bir zamanda həll olunsun. İkinci bir bizim təklifimiz də oldu ki, yəni bizə 15 günlük bir müddət vermişdilər ki, nəşriyyatın binasını yəni çıxmalıyıq, buradan boşaltmalıyıq. Amma bu 15 gün müddəti çox az bir müddətdir. Çünki biz hələ bugünə qədər, bu saata qədər yer tapa bilməmişik və istəyərdik ki, biz yer tapana qədər və bizi yerlə təmin edənə qədər bu məsələ hələlik ki, dayandırılsın. Yəni sözsüz yenə də deyirəm ki, nəşriyyat təmir olunmalıdır. Biz bu ilə razıyıq. Amma biz alternativ yerlə təmin olunandan sonra bu məsələ istəyərdik ki, öz həllini tapsın. 1968-ci ildən mətbuatda çalışıyorum. 30 ildən artıq qəzet redaktoru. Şirvanın səsi və düzü düz əyri-nəyri qəzetlərini nəşr edirəm. Mətbuatın bütün mükafatlarını almışam. Bu yaxında Azərbaycan mətbuatının 150 illiyi münasibəti ilə medalı ilə hörmətli Rəşad Məcid o medalı yaxama taxıb və məni təbrik edir. Həmişə buradan keçəndə biz mətbuat işçiləri fərəhlənmişik ki, nəşriyyatımız var. Azərbaycan nəşriyyatı. Heç bir ölkədə belə bir nəşriyyat evi yoxdur. Artıq mən 80 yaşına ayaq qoymuşam. Arzum budur ki, Azərbaycan nəşriyyatı gec, tez buradan dəyişməsin, burada qalsın. Azərbaycan nəşriyyatı bu əsri axıracan hörmətli cənab, dünya şöhrətli, dünyada hayır, analogu olmayan cənab İlham Əliyev ilə, onun nəsli ilə Böyük Heydər babamızdan gələn o yolu davam etdirsin, biz də mətbuatımızı davam etdirək. Azərbaycan mətbuatı, dünya mətbuatının bayraqları olsun. Sağ olun, Adım çox sağ olun. Əli, familiyam Nağıyev. 5 kitab müəllifidir. Dəyərli izləyicilər, nəşriyyatı boşaltdıqları üçün otaqların təmirə, daha doğrusu ona görə etiraz edilməli. Önce onu qeyd etməliyəm ki, bu Azərbaycan nəşriyyatı
Azərbaycanda bütün mətbuatın məbədi sayılır. Amma indiyə qədər heç vaxt bizim nəşriyyat rəhbərliyi ilə heç bir narazılığımız olmayıb. Çox sakit şəkildə biz fəaliyyət göstərmişik. Qəfildən bizə məktublar təqdim olunur ki, siz 15 gün müddətində yığışıb buradan özünüzə bir yer tapıb köçməlisiniz. Səbəb də onu göstərirlər ki, güya Memarlıq və İnşaat Universitetinin hansısa mütəxəssisləri burada Azərbaycan Dövlət Nəşriyyatının binasının konstruksiyasının ümumiyyətlə zədələnməsini göstərirlər. Ancaq biz neçə illərdir ki, burada fəaliyyət göstəririk. Mənə elə gəlir ki, burada bu bina çox belə özünün mümkün qoyulmuş bir binadır və sadəcə nəşriyyatın bütün kanalizasiya sistemində problem var. Üstəlik hər bir baş redaktor burada otaq götürəndə çəkəcəyi xərcin məbləğinin asılı olmayaraq kifayət qədər yüksək səviyyədə öz otaqlarını təmir etdirib otururlar. Şəxsən mən öz otağımın təmirinə 3 manatdan yuxarı xərc çəkmişəm. Məktub təqdim olunandan sonra dəfələrlə nəşriyyatın rəhbərliyi ilə görüşmüşəm, Leyla xanımla da görüşmüşəm, kommersiya direktoru Elşən müəllimlə də görüşmüşəm və bu fikirlərimi onlara çatdırmışam. Hörmət əlaməti olaraq mənə təklif olunmuş deyil, Beynəlxalq Mətbuat Mərkəzində orada yəni yerlə təmin oluna bilərsiniz. Ancaq orada da məndən öncəki çıxışçıların dediyi kimi ümumilikdə bir redaksiya olub orada, vaxtında Kaspi qəzeti yerləşib, onların əməkdaşları yerləşib, bir hərəsi bir şöbənin olmaq şərti ilə. İndi biz baş redaktoru olaraq mənim artıq 70 yaşım var. Mən şəxsən orada gedib kimlənsə qonşuluqda bir yüksək tonla danışmağa bizə heç bir imkan olmayacaq burada. İstər-istəməz qonşular arasında narazılıq düşür. Yəni belə şeyləri nəzərə alaraq biz oraya köçməyə istəmirik. Bizə Respublikanın müxtəlif yerlərində, şəhərimizin müxtəlif yerlərində olan alternativ yerlər bizə təqdim olunmalı, təklif olunmalıdır. Hal-hazırda mən bax bura gəlməmişdən öncə mən Lider TV-yə getdim, qapının ağzına mühadisəsini qoyublar, deyirlər ki, nəşriyyatdan gələnə burada yer yoxdur, bura bırakmayın. Digər orqanlara gedirsiniz. Hansına gedirik, deyirlər ki, bizə nəşriyyat tapşırılıb ki, yuxarıdan tapşırılıb ki, Azərbaycan nəşriyyatından gələnlərə yer verilməsin. Sitim olduğu, nə bilim, müxtəlif görürsünüz ki, deyirlər, anaqda gələn söz-söhbətə görə filan yerdə var, hara gedir, eyni söz deyirlər bizə. Ona görə də ölkə rəhbəri cənab İlham Əliyevi mən müraciət edərək buradan demək istəyirəm ki, cənab prezident, biz dövlətə, dövlətçiliyə, millətə həmişə sadiq olan baş redaktoru olaraq burada mətbuat olaraq biz fəaliyyət göstərmişik. Hal-hazırda biz çox çətin durumdayıq. Xahiş edirik ki, kim tapşırıbsa ki, Azərbaycan nəşriyyatından gələnlərə yer yoxdur hansısa təşkilatda, bizi buradan deyirlər çıxın, 15 gün müddətdə də o çıxmaq mümkün deyil, sadəcə olaraq. Fiziki cəhətdən mümkün deyil. Ona görə öncə bizdə burada vaxtımız artırılsın. Hansı ki, indi bizə vaxt qoymuşlar fevralın 1-nə qədər. İndi də beşimizi daşımaq üçün, əmlakımızı daşımaq üçün bizə fevralın 10-na qədər. Sonra da deyəcəklər mart ayına qədər yəni vaxtınız var. Ancaq bu da mümkün deyil. Çox xahiş edirik. Heç olmasa havaların soyuqluğunu nəzərə alaraq bizi bu havalar qızana qədər heç olmasa bu nəşriyyatda bizim vaxtımız uzadılsın və eyni zamanda bizə alternativ yerlərin təşkil olunmasına bizə köməklik göstərsinlər. Beynəlxalq Mətbuat Mərkəzi gözəl binadır. Biz oraya köçməkdən imtina etmirik. Ancaq onları hər bir redaksiya üçün yəni elə bir vəziyyətə salsınlar ki, biz orada sərbəst işləyə bilək. Biz bir-birimizə orada gedib mane olmayaq. Sadəcə olaraq bir nətərlərləri belə yoldan ötən bir təşkilat kimi hamımızı aparıb orada kletkaların içərisinə girməklə iş düzəlmir. Mən çox xahiş edirəm ölkə rəhbərliyindən. Bu işə kim imza qoyubsa ki, qısa müddətdə köçsünlər, xahiş edirik. Bizi şəhərimizin müxtəlif köşələrində hansısa bir 5-in birində, 3-ün birində və yaxud elə Beynəlxalq Mətbuat Mərkəzində mənim şəxsən bu imkan yoxdur ki, maddi cəhətdən gedib o kletkaların içərisində redaksiya formasına salmaq. Mülküm də çoxdur burada. Ən azından 2 maşın mənim burada mülküm var. Özdə elə-belə mebellər deyil. Mən onları hara, necə daşıyacağımı haqq fikirləşirəm, nə qədər çalışıram, görürəm ki, hər cəhətdən qeyri-mümkündür. Ona görə də xahiş edirəm, bir daha təkrar ölkənin rəhbərliyinə xahiş edirəm ki, bizim indi nəşriyyatda olan müəyyən həmişə özünü baş sayan, öndə sayan jurnalistlərimiz, baş redaktorlarımız var idi. Üzr istəyirəm ifadəyə görə
Komanda verilen kimi 92'nin baş layihəsi dağıldı bir tərəfə. Bugün hamısı bir yerdə olmalıydı. Yəni bizim səsimiz burada gür çıxmalıydı. Bölgə rəhbəri ilə bizə bir reaksiya versin. 500 nəfər indi burada yığılmışıq. Dözümlülərdir. Nə tər deyirlər? O deyirlər ki, Azərbaycan xalqı dözümlü xalqdır. Biz də o dözümlü jurnalistlər olaraq yığılmışıq bura. Xahiş edirik təkrar bizə bir alternativ yer təqdim olunsun. Nəşriyyatda da köçənə qədər xahiş edirlər. İlk növbədə bizim vaxtımız uzadılsın burada, heç olmasa yay aylarına qədər. Əgər bu da mümkün deyilsə, belə mətbuat mərkəzi gözəl yerdir, nəşriyyata da yaxın yerdir, şəhərin necə deyirlər, göbəyində yerləşir. Çox xahiş edərdik ki, oranı normal vəziyyətə salsınlar və qiyməti məsələsini deyim. Mən burada 94 manat bir otağa görə 94 manat 80 qəpik pul ödəyirdim, aylıq təminat görə. Ora gedirəm, mənə deyirlər ki, 208 manat pul ödənişi var buranın. Nəyə görə, haradadır belə imkan? Üniversitede bu qədər imkan var. Yoxdur. Biz nə maaş alırıq, dövlət tərəfindən maliyyələşdiririk və reketlikdə eləmirik ki, hardansa bir maliyyə mənbəyimiz olsun. Mən sadəcə dediyim kimi, 44 kitab müəllifi olaraq kitablarımın satışından əldə elədiyim gəlirdən gətirirəm nəşriyyatın pulunu ödəyirəm. Özüm də pensioner adamım. Çox xahiş edirəm, mənim dediklərimi nəzərə alın. Çox sağ olun, təşəkkür edirəm. Bir də mən deməli, bəzi hallarda deyərlər ki, kötü başlayıbdır, kötənlər kötüdür. Bilirsiniz ki, bax, gedin bir dəqiqə, girin redaksiyalara, baxın. Kim ki oturub, sırf jurnalistika ilə qarşısında kompüterdir, redaksiya ilə məşğuldur, işləyir, onlar kötə bildir. Kötənlər kimlərdir? Sanikini, stəkanını, nə bilim, tavasını, 2 dənə də stolunu götürüb çıxıb gedir. Onlar, o jurnalist adı altında burada oturardı, ondan bağlı bir çox yerlərdə də bu nəşriyyat həmçinin qınağa gəldi. Elələri var, elələri də götürdülər, çıxılar getdilər. Onlar gedirlər 5 nəfər, 5 adam, görək ki 5 redaksiya bir otağa götürürlər, o otaqda otururlar, o da redaksiyadır, o redaksiya işi deyil, o jurnalistikalıq deyil. Yəni desələr, bilin ki, onları nəzərdə tutub deyirlər. Onların da bizə aidiyyəti yox, biz sırf jurnalistika ilə məşğuluq, biz oturaq jurnalistika ilə məşğuluq. İkinci bir tərəfdən, dövlətin, Azərbaycan Respublikasının prezident administrasiyasının səlahiyyətində olan yerlər var ki, onları bizə ayıra bilərlər alternativ yerdir. Məsələn, Lider TV'nin köhnə binası. Bax, bugün ora boşda oran bir mərtəbəsi bəzi partiyalara verilir. Yerdə qalan mərtəbələr boşda, orada bizi müvəqqəti yerləşdirə bilərlər və digər əmlakın balansında olan yerlərdə yerləşdirə bilərlər. Təklif olma Əsas odur ki, bizə diqqət ayırsınlar. Əsas odur ki, bizə diqqət ayırsınlar, bizi çöllərdə qoymasınlar. Bu günlərin saat 11-ə təşkil elədiyimizdən jurnalistlər də çoxdur, yatıb qalıb, yolda qalıb, xaçda qalıb, gəlib çata bilmirlər. Gələnlər çoxdur, arzulayanlar çoxdur. Əgər bizim səsimizə səs verən olmasa, biz növbəti aksiyalarımızın vaxtını açıqlayacaq və saat 3-ə salacaq ki, hamı burada olur. Bu qədər. Sağ olun, çok sağ olun. Sağ olun. Teşekkür ediyoruz. Burada gelip bizimle burada bölgeden bu takibimizi ictimailəşdirdik. Dəyərli izləyicilər, biz Azərbaycan nəşriyyatının otaqlarının təmiri üçün boşaldırlar. Burada qəzet müxbirləri, redaktorlar, sayt rəhbərləri etiraz edirlər. Hara köçdüklərini bilmirlər, əşyalarını hara aparacaqlarına etiraz edirlər və dövlət başçısından kömək istəyirlər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Sağ olun, Allah köməyiniz olsun. Yaxşı olun. Təşəkkür ederim.